Sizə Almanların dondurma sevgisindən danışmışam, böyük ihtimal danışmamışam. Deməli, Almaniyada həqiqətən bayağı yaxşı bir dənə iş var. Belə dondurma yeri açırsınız, işlədirsiniz. Çünki onlar üçün həqiqətən fərqi yoxdur da. Yəni qış, yay, yəni hər cürə bu marujna, yəni dondurma yeyirlər. Marujna, dondurma nəysə. Yəni bizdə də gəlirlər, McDonald's-da da bizdə. Dondurma olmasa başla danışmağa niyə yoxdur, necə olur ki, maşın işləmir, necə olur ki, təmizləyirsiniz bu vaxtı falan, bizdən də beləcə söhbət edirlər. Bəzən çöldə elə olur ki, mənfi 10 dərəcə soyuqdur, amma görsən ki, gəlirlər ki, mən McFlurry istəyirəm, McSandy istəyirəm, dondurma. Mən deyirəm ki, bunların başı xarabdır, yəni çöldə mənfi 9 dərəcə, mənfi 10 dərəcə, bunlar dondurma yeyirlər. Öz-özümə fikirləşirəm ki, Azərbaycanda uşaq qışda, soyuqda desə ki, mən dondurma istəyirəm, gələksə başı xarabdır, xəstələnəcəksən, olmaz, gözlə yay gəlsin, yayda yeyərik. Amma burada elə deyil, burada balaca uşaqdan tutmuş böyünə kimi istəyir, soyuq olsun. Nə olsun, fərqi yoxdur. Alırlar yeyirlər. Bu arada mən belənçini aldım qabdan. Hər cürəsi var, yəni hər cürə növü var dondurmanın, neçə cürə belə. Bu belənçilər gəlirlər buralara, buradan alırlar. Məsələn, bir dənə belə yumruq düzəldirlər 2 euroya. Məsələn, mən buna verdim 4 euro belə. Burada pistasiyodur, bir də normal vanilyadır. Nəysə belə, yəni Almaniyadan iş qurmaq istəyən olsam, bunun dondurma işinə girişmək olar. Elə bir tərəfində dondurma yeyəsiniz, bir tərəfində kafe kimi. Kafe növləri olsun. Məncə bayağı işləyər. Əslində mən bir gələcəkdə fikirlərim var belə restoran üzrə. Görək. Bu da Almanlar sevgiləri.